danışma. Və qaldı, bir qulaq as. Qaldı mətanətin sənəti də var, sənəti də var. Və geyimi də ki, duraq sökülür. Nətər geyinsin? Əziz müəllim, siz nəyə mən etiraz eləmək istəyirəm? Əziz müəllim, siz deyirsiniz ki, efirləri əlinizdə almışsınız. Yəni, buna biraz razı deyiləm. Bax, bayaqlanmada mən bir söz dedi ki, 50-yə yaxın bəlkə sizin efinizdə olmuşam. Amma nə bir dəfə bunun üçün biz ondan nəsə istəmişik ki, o bazar olaraq o efiri əlinə alsın. Belə şey olmayıbdır. Bizim nə Vaqif olsun, nə mətanət olsun, nə heç vaxt. Ola bilməz ki, biz onlardan nəyisə güdək. Bu boyda neçə ildir sənətə can qoyurubsuz. Sənətimiz adı bazar adlandırma. Bazar sizsiz ki, bir dənə biz olmazsaq sizin yazdıqlarınızı kimsə oxumaz. Nəyə lazımsınız? Kimsiz siz? Kimsiz? Siz kimsiz? Bir dənə bir yazı olanda başlayırsınız, sonra başlanğıc. Filankəs danq belə oldu. Nəyi biz oxuyacaqlar? Nə gündəsiniz? Nəyi biz oxuduqlarımın birinci qat otağa görüm yazdıqlarımı alın, mən oxumamışam. Sən nə bilirsən ki? Nətər yəni mən? Mən bildiyimi bir faizini bilirsən. Mən aliməm. Nətər alim? Əziz müəllim, düz söz demirsiniz axı, əziz müəllim. Yox, çıxsın dedim. Çıxsın. Sən